Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllim Rəhman Polad. Tərtib etmiş olduğum və bütün tarix ictimaiyyətinə ödənişsiz qruplarımızda təqdim etmiş olduğum əjdaha qədim dövrlə bağlı olan testin izahını təqdim edirəm. Qədim dövr məlumatları ilə bağlı uyğunsuzluğu müəyyən edin. 1. Roma tarixçi Arrian Amazon qadınlarının məskəni Albaniyadan yuxarıdakı dağlardır. Burada iki yanlış məlumat var. Birincisi, Arrian Roma tarixçisi deyil, Yunan alimidir. Burada yanlışlıq var. İkinci digər məsələ isə Amazon qadınlarının məskəni Albaniyadan yuxarıdakı dağlardır ifadəsini Strabon işlədir. Yəni, Arrian işlətmir. Arrianın qeyd etdiyi məlumat bundan ibarətdir ki, Medianın satrapı Atropat İskəndəri Hindistan yürüşündən sonra hörmətlə qarşılayıb ona məşhur Media atlarını hədiyyə etdi. Ona 100 Amazonka qadın bağışladı. Onlar kişi süvarilər kimi geyinmişdilər, amma əllərində nizə əvəzinə təbərzin və ya yüngül qalxan tutmuşdular. Belə bir ifadə keçərlidir Arrianın məlumatında. Buna görə də bu yanlış hesab olunacaq və xeyr qeyd olunub qarşısında. Ona görə də bizim birinci məsələ ilə bağlı işimiz yoxdur. Çünki biz uyğunsuzluğu tapmalıyıq məsələnin şərtində. Testi həll edərkən hesab edirəm ki, əgər 50-60% onun kontekstində, onun məzmununa diqqət yetirməklə paralel, eyni zamanda məsələnin şərtinə də diqqət yetirmək lazımdır. Test bizdən nəyə istəyir? Bu tipli məntiqi argumentasiyalı testlər xüsusən 2023, 2024 və əsasən də 2025-ci il müəllimlərin işə qəbul imtahanında istifadə olunmuş test formatlarıdır. Birinin qarşısına yazılıb xeyr, onsuz da xeyr idi. Yəni, bizdən uyğunsuzluğu soruşur. Bu isə uyğunsuzluğa uyğun olduğuna görə bizim bu testdən bağlı işimiz yoxdur. Birinci məsələ ilə bağlı işimiz yoxdur. 2. Adrubadaqanın baş şəhəri Qanzakı Turanlı Əfrasiyab inşa etdirmişdir. Səristaniha Əranşəhir. Bəli, doğrudur. Bu mənbədə qeyd olunub. Səristaniha Əranşəhir adlı bir mənbədə 6-cı əsr Sasanilər dövrünə aid mənbədə qeyd olunub. Lakin 6-cı əsr qədim dövr deyil axı. 6-cı əsr erkən orta əsrlər dövrüdür. Yəni, qədim dövr deyil 6-cı əsr. Qədim dövr 3-cü əsrdə başa çatır. Ona görə də 2 yanlışdır. 2-nin qarşısında bəli var, amma əslində xeyr olmalıydı. Ona görə də 2 yanlışdır, 2 uyğunsuzdur. Getdik 3-cüsünə. Yunan tarixçi Tasit Ariobarzan cismani gözəlliyi və görkəmli mərrəm keyfiyyətlərlə fərqlənən bir medialı hesab olunur. Burada yanlışlıq nədən ibarətdir? Yunan tarixçisi Tasit deyil. Tasit Roma tarixçisidir. Ona görə də burada yanlışlığa yol verilib, qarşısında xeyr yazılıb. Deməli, xeyr isə onsuz da yanlışlığı etiraf edilib. Yəni, uyğunsuz variant deyil. Yəni, ona görə də 3-ü götürməyəcəyik. 3-lə bağlı da bir işimiz yoxdur. 4-ə baxırıq. Sərkərdə Flavi. 1-ci əsrdə sərkərdə və tarixçi Iosif Flavi, bəli, Parfi hökmdarı Artaban haqqında məlumat verib. Qeyd olunub ki, İmperator Tiberi Alban və İber Baslevislərinə Parfi hökmdarı Artaban ilə müharibəyə aparmalar üçün xeyli pul göndərmişdi. Bu doğru məlumatdır, amma doğru məlumatın qarşısında xeyr yazılıb. Əslində bəli yazılmalıydı. Xeyr yazıldığına görə nə olub? Uyğunsuzluq olub. Yəni, uyğunluq pozulub. 4. Ona görə də bizim üçün lazım olan variantlardan birisidir. 5. Strabon, coğrafiya əsəri, Skolati, bəli, xeyr. Bu yanlışdır. Çünki Skolati ifadəsinin işlədilməsi Herodotla bağlıdır. Herodot yazır ki, əsasən heyvandarlıqla məşğul olan İskitlər özlərini Skolati adlandırırlar. Bu söz İskit dilində sak elatı deməkdir. Ona görə də 5 yanlış hesab olunacaq. Burada bəli ifadəsi işlədilməklə xeyr olmalıdır. Strabon bu barədə məlumat vermir. Herodot bu barədə məlumat verir. 6. Dion Kassi Orois haqqında bəli, doğrudur. Dion Kassi Plutarx Alban hökmdarını Orois haqqında məlumat verib, doğru hesab olunacaq. 7. Albana şəhəri Plutarx, xeyr, bəli, xeyr olacaq. Niyə görə? Ona görə ki, Plutarx məlumat verməyib Albana şəhəri haqqında. 2-ci əsr Yunan coğrafiya şünası Klavdi Ptolomey Qəbələ, Şamaxı və Albana şəhərləri haqqında məlumat verib. Ona görə də 7 yanlış hesab olunacaq.
və qarşısında xeyr yazılıb onsuz da. Bizim bu məsələ ilə bağlı bir işimiz yoxdur. 8. Cəhrə, iyi və xana, Mingəçevir və Qəbələ yazılıb. Qeyd olunur ki, xalça toxumaq üçün alətlər var idi. Onlardan da cəhrə, iyi və xana var idi. Bunlar isə Mingəçevir və Beyləqanda tapılıbdır. Qəbələdə deyil və qarşısında xeyr yazılıb. Ona görə də bu məsələ ilə bağlı işimiz yoxdur. Qədim dövr məlumatları ilə bağlı uyğunsuzluğu müəyyən edin qeyd olunub. Uyğunsuz olanlar hansı oldu? 2 oldu, 4 oldu, 5 oldu. Doğru cavabımız D variantıdır. Böyük əksər müəllimlər bu testi səhv yazıblar. Səhv yazmalarının səbəbləri nədən ibarətdir? Səhv yazmalarının səbəbləri bir neçə kontekstlə bağlıdır. Hansı məsələlərlə əlaqədardır? Birincisi, burada məsələnin şərtini qeyd etmişəm ki, uyğunsuzluğu müəyyən edin. Və çaşdırıcı bir sual tipi olduğuna görə bəli, xeyr ifadələri müdavimləri, əksər müəllimləri çaşdırır. İkinci digər məsələ ondan ibarətdir ki, məlumatlardan biri qədim dövrlə bağlı deyil, erkən orta əsrlərin mənbəsinə aiddir. Üçüncü digər çaşdırıcı məqam isə ondan ibarətdir ki, burada mən müəllifləri gah bəzilərini Yunan, gah bəzilərini Roma və yaxud məlumatlar içərisində söz oyunu etmişəm. Yəni burada istifadə olunan çaşdırıcılığın yüksək səviyyədə olması, 3 və 3-dən daha artıq olması testin çətin xarakterlə, yəni orta ağırlıq səviyyəsindən daha yüksək, çətin bir xarakterdə test olması ilə mülahizə oluna bilər. Buna görə də bu testin işlənilməsində edilən səhvlər təbii ki, normal qarşılana bilər. Böyük əksəriyyət müəllimlərin, müdavimlərin səhv yazması da normaldır. Miqdə istifadə oluna biləcək ağır tipli testlərdən birisi hesab olunur. Hər kəsə uğurlar.